dövlətdə olmasa da o İslam qanunları, deyək ki, demokratik dünyavi qanunlar. Lakin o qanunlar sən öz qəlbində yaşamalısan. O şəriət, sən İslamı sən özündə yaşamalısan, ailəndə yaşatmalısan. Gündəlik həyatında qardaşım göstərməlisən. Başa düşdün, burada problem yoxdur. Madəm demokratik ölkədə yaşayırsan, mən də qardaş İslamı yaşayıram. Heç kəs mənə mane ola bilməz. Mən qarışmıram ki, sən həyat tərzinizə. Siz də qarışmayın qardaş. Bugün əgər mən övladıma hicab taxdırıramsa, əgər bunu mən məktəbə hicabla göndərirəmsə, qardaş bu mənim həyat tərzimdir. Necə ki, onlar bəziləri öz övladlarının qızlarını necə göndərirlər məktəbə? Vallahi adam baxan utanır. Elə bir bar diskoteka qızıdır. Elə qısa ətəkdə göndərirlər məktəblərə. Elə bir formada. Mən qarşıram sənin ailəvə. Deyirəm, bu nə vitvasondur, uşağı belə məktəbə göndərirsən. Və o danışan bəzi o jurnalistlər var, bəzi insanlar çıxıb indi ortaya bu məsələni qaldırıblar. Biz qarışmırıq da sizin həyat tərzidir, düzdür. Siz nəsə tələb eləmirik ki. Siz də tələb eləməyin də. Bu mənim həyatımdır, bu mənim həyat tərzimdir. Uşaq deyir ki, mən qardaş evdə yaşamaq istəmirəm, mən dostumun, qonşunun oğlu ilə qalmaq istəyirəm. Kimsə qarşı bilər, qardaş, sən neyini, sənin uşağın qonşunun uşağı ilə yatmaq istəyir də, sənin evində niyə qalır ki? Sən neyinsən, sən məcbur edirsən ki, evimdə yatacaqsan. Ona qadağan edirsən ki, filan kəsi uşağını oturdurma. Deyir, demir. Onda mən deyim ki, uşağın haqları tapdalandı. Sən uşağının haqlarını qoruyursan, dostu ilə, yoldaşı ilə, rəfiqəsi ilə oturdurmağa qoymursan. Demokratik ölkədə müasirdir, kim nəsə oturdursun da. Məcbur edirsən, niyə? Çünki sənin yaşam tərzin var da. Deyirsən ki, bu mənim həyat tərzimə, yaşam tərzimə müxalif. Burada söhbət məcburiyyət verir. Mən də müsəlmanam, İslam dini yaşayıram. İslam qanununa yaşadığıma görə və mən də bəli öz övladımın, qız uşaqsı məsələn, ona mən müəyyən vaxtı gələndən sonra mən ona hicab taxdırıram. Adım məcburiyyət qoyursan qoy, nə adın qoyursan qoy. Bu mənim həyat tərzim. Mən belə yaşayıramsa, övladım da belə yaşayacaq. Niyə görə? Çünki hər şeyin təməli uşaqdan qurulmur. Sənin uşağın hansı uşaq məktəbə getmək istəyir? Ha, Fuad. Onda mən deyim ki, sən uşağı məcbur edib məktəbə göndərirsən, haqlarını tapdarıysan. Sən bəli, məcbur edirsən, haqqın da var. Məsələn, uşaq oxumaq istəmir. Sən nə edirsən? Məcbur edirsən. Deyim, uşağın haqları tapdalandı. Yox, elə deyil axı. Bəli, belə olmur. Niyə? Sənin həyat tərzin budur. Sən uşağa məcbur edirsən, bunu geyin, onu geyin. Bugün bax, belə deyək də, qardaş. Uşaq təcavüzləri niyə baş verir? Qız uşağına təcavüz niyə olur, qardaş? Çox yayıdır bəzi yerlərdə. Niyə? Çünki o uşaqları elə gendirirlər ki, vallahi. Yəni, o qız uşağının, üzr istəyirəm, qardaş, oradan bara, diskoteka gedən qızdan fərqi yoxdur. Və xəstə qəlblər də, o psixopat olan insanlar da, o şəhvani, heyvan kimi şəhvani olan insanlar da meyl edir, qardaş. Və bu təcavüzlər baş verir. Sən eşitmirsən ki, hicablı qadınlar kimi təcavüz eləsin? Yəni, milyardda bir hadisə var, düzdürmü, qardaş? Niyə? Çünki o haram yerlərin qurulduğuna görə o xəstə qəlblər də ona meyl eləmir. Deməli, biz o uşaqları indidən niyə gendirir? Təməli indidən qoyulur da. Sən uşağı niyə məktəbə qoyursan? Niyə oxutdurursan ki? Deyirsən ki, bu biraz böyüsə oxumayacaq. Qoy indidən oxutdurum ki, sabahda olsun, sabah bu öz planlarını qursun, hədəfləri olsun. Düzdürmü, qardaş? Mən də indidən edirəm ki, bu sabah böyüyəndə özü seçim eləyər. O seçim eləməyəcək. Artıq o sənin kimi yaşamaq istəyəcək. Çünki uşaqlıqda o təməli qoymamışam. Dedik ki, uşaqdan təməli qoyursan, bu yaxşı tərbiyələnsin, yaxşı dərslərdə oxusun, düzüm dərslərini oxusun, seçirsən filan kurs, filan müəllim, ya niyə? Sabah böyüyəndə bu belə oxumasa, belə biganə qalsan sən uşağın təhsili ilə, tərbiyəsi ilə, o böyüyəndə nə olacaq, qardaş? Sən elə bilsən, bu çatacaq 18 yaşına, mən indi filan kəs olmaq istəyirəm. Bu zaten oxumayıb da, bu gedib ya fəhli olacaq, ya taksi şoförü olacaq, ya usta olacaq, kimsə olacaq, düzdür mü, qardaş? Amma sən məcbur edəcəksən ki, oxusun, oxu, kursa qoyursan, məktəbdən çıxır, qardaş, yatmamış, kursa, 6-ya kimi uşaq kursadır. Belə deyək, niyə məcbur edirsən, qoy da yaşasın, yatsın da. Sən onun indidən təməlini yaxşı qoyursan, bünövrəsini qoyursan ki, bu biraz böyüyəndən sonra qoy bunda müəyyən savad biliklər olsun ki, bu özü inkişaf elətdirə bilsin. Qardaşım, mən də belə edirəm də. Mən bugün o uşağı başdan bıraxsam, vallahi 15 yaşına gəldi, namaz qılmaq istəməyəcək. Qız uşağı başını bağlamaq istəməyəcək, çünki əvvəldən bunu bünövrəsini qoymamışam. Siz də Allahdan yaxşı bilə bilməzsiniz, ona deyəm, o Rəbbim Allah da deyənlər var, mən müsəlmanam deyənlər var. Sən Allahdan çox bilirsən. Allah Rəsulundan çox bilirsən. Allah Rəsul bizə nə vaxt əmr edib uşaqlara namaz qılmağı? Deyib 7 yaşa salanın namazı buyur ona. Əmr edir, yəni buyur da qoy namaz qılsın. 10 yaşına çatanda namaza qoy var kötəklə. Çırpmırsan, görə vurursan ki, abala namaz qılmaq lazımdır. Qoy məsuliyyət bəla acıqlanırsan. Uşaq səhv addım atanda acıqlanmırsan. Qardaşım, dərslərini oxuyanda, oxumayanda acıqlanmırsan. 2 alanda acıqlanmırsan. Niyə uşaqsan qışqırsan? O da özü azaddır, özü bilər. Oxuyar, oxumaz. Bu da belədir, bu da mənim dinimdir, mən müsəlmanam, qardaşım. Bu namazdan biganə qalanda, oruç tutmağa biganə qalanda, mənim acıqlanmağa bir ata olaraq haqqım var yoxsa yoxdur. Bu haqqı heç kəs məndən ala bilməz, qardaş. Bu mənim həyat tərzimdir. Burada söhbət məcburiyyətdən gedmir. Bu mən İslam yaşayıram, mən müsəlmanamsa, deməli, mən istəyirəm, mənim ailəm də belə olsun.
Və heç kəs də buna müdaxilə etmək doğru deyil. Məktəbə belə gedirsə, bu mənim seçimimdir, ata olaraq, bəli. Uşağın nə seçimi ola bilər? Sən uşağa ixtiyar verirsən, subhanallah. Sənin uşağın dediyim kimi, gedib qonşunun evində qalsa, sən deyəcəksən, bala, ged qal və biz müdaxilə etsə, neynim də uşaq istəyir, hamı müdaxilə edir, məcbur göndərəcəksən qonşunun evinə, qardaş, göndərməyəsən. Hətta sən uşaqları ilə necə rəftar etməyi bir indidən sən onu məcbur edirsən. Filan kəs uşağını oturdurma, filan kəs oturdur. Niyə edirsən? Uşağın haqlarını niyə alırsan ki? Sən belə tərbiyə edirsən, biz müdaxilə eləmirik, sən də bizim tərbiyə metoduna müdaxilə eləmə də. Uşaqları gendirilməkləri, uşaqları nə bilim, yəni söhbət vallahi yəni başın üstəkindən söhbət getmir, əsas başın içindəkidir. Başın içində sən onun hicabına belə deyək də, fokuslanma da. Hicabın altında olana sən fokuslan. Onun ağlına, beyninə gör, bunun düşüncələri nədir? Bunun tərbiyəsi, bunun əxlaqı nədir? Məktəblərdə baş verir rüsvayçılıq. Nə qədər belə hadisə eşitsən, gizlin çəkişlər qoyurlar, biabıslar uşaqları, məktəb uşaqları hərəkətdə. Sən ona fokuslan gedən. Sən onu qaldır, bunu qloballaşdır. Məktəblərdə bugün narkotik maddələr satılır. Konfet adı ilə, nə bilim, saqqız adı ilə, nə adı ilə, nə adı ilə. Sən buna fokuslan, sən bunun tədbirini, buna çalış, düzü bunu qoy müzakirəyə. O jurnalistlər deyirəm, danış bizə hicabdan. Sən bunu müzakirə edən ki, bu məktəblərdə uşaqlar niyə normal təhsil, niyə normal üzr istəyirəm tərbiyə almır, qardaş? Niyə? Niyə pozulurlar? Niyə uşaqlar artıq əski hərəkətləri gəlir? Niyə məktəbli uşaqların cinayəti artıb? Nə qədər məktəbli uşaqlar var ki, bugün cinayət iş görür, qardaş? Düzdürmü? Onu vurur, bunu söyür, onu incidir, onu alçaldır, onun saçını qırxır, çəkir, müəllimə sataşır, müəllimlə dalaşır, biabırçılıqlar. Hə, qardaş? Sən buna fokuslanmalı deyilsən, bunu müzakirə etməli deyilsənmi? Bunu burax müzakirəyə. Biz də ikili hamımıza deyək ki, Allah razı olsun, biz də sizlə bərabəriyik bu şeydə. Amma sən nəyə fokuslanmısan? Qız uşaqları hicabla niyə məktəbə gedir ki, subhanallah? Ya sənin İslamla müsəlmanla bir düşmənçiliyin mi var? Mənim həyat tərzim budur, mən belə istəyirəm. Sən də uşağı nə desən göndər məktəbə. Zaten biz onu da görürük. Mənasız yerlərə aparırlar, mənasız insanların qarşısına çıxardırlar, mənasız verilişə oturub ailəcə baxırlar. Onlara nə təyib alacaq? Yəni belə, yəni Allah ıslah eləsin. Hər bir halda gözəl qardaş, yəni hər kəs özündə İslamı yaşamalıdır, qəlbində İslamı yaşamalıdır. Bu İslam qanunları olmasa da belə ölkədə, lakin mən müsəlmanlar bunu yaşayıram. Bir də qardaşlar, burada söhbət məcburiyyətdən getmir. Biz o hicabı öz qızlarımıza sevdirmişik. Bunlar elə bilirlər ki, o bəzi jurnalistlər danışırlar ki, qadınlarına hicab, niqab taxtırıb məcbur edirlər, uşaqlara hicab taxıb məcbur edir. Biz hansı vaxt yaşayırıq, qardaş, hansı zamanda yaşayırıq, qardaş? Hansı qadına sən bugün məcbur edə bilərsən ki, hicab tax? Bugün nə qədər evdə kişilər var ki, qadınla namaz qılmağı öyrədə bilmir. Nə mənada? Deyir, namazı qadın qılmır. Yəni, döymür, söymür, məcbur eləmir. Qadın deyir, qılmıram. Amma yenə yaşayırlar. Onu da misal gətir də. Nə qədər ailələr var ki, ya kişi namaz qılmır, ya qadın namaz qılmır. Və o ailə təbii ki, orada olan yəni, ibadət əhli əziyyət çəkir ki, məsələn, yoldaşı namaz qılmır. Məcbur edirmi namaz qılmağını? Elə bir ailə tanıyırsan ki, qadın desin ki, ərim məni məcbur edir, mən namaz qılıram. Və ya qadın desin ki, ərim məcbur edib hicab taxıram. Vallahi gəlsinlər soruşsunlar bizim qadınlarımızdan, qızlarımızdan. Onlar deyəcəklər ki, biz bunu sevib edirik. Çünki biz bunu onlara sevdirmişik. Bu bizim dinimizdir. Biz uşaqlıqdan öz övladlarımıza bunu öyrətmişik. Bugün övladlarımız, istər oğlan uşaqlar, istər qızlarımız, qardaş bizi namaza qaldırırlar. Bunlar bu məsələləri danışmır. Elə bilirlər ki, məcbur eləmişik o qızı. Sən gəl soruş. O ailələrə bir gün get, birinin qapısını döy. Deyən ki, sənin evdə hicablı qızın var. O qıza sual ver. Deyən səni məcbur edib taxtırlı, yoxsa özün istəyirsən, deyəcək, özüm istəyirəm. Vallahi bizim qızlarımız var ki, hicab taxminə çölə çıxmaq istəmir. Elə bilir ki, məcburən biz bunun başına hicabı taxmışıq, subhanallah. Sən bu düşüncəyə bax, sən hansı ölkədə yaşayırsan, burada kimi nəyə məcbur edə bilərlər, nə danışırsan sən? Gör, insan bu qərəzli çıxışlardır. Bu onu göstərir ki, bu insanların İslamla problemləri var. Bax, bu cür jurnalistlərin İslamla problemi var, müsəlmanlarla problemi var. Sən hansı ailələrdə problem var, qlobal, get onlara araşdır, get onların müalicəyə, o problem, o xəstəlikləri müalicə etsən, bunların hicabına niyə qarşırsan ki? Hansı uşağı məcbur etmişik? Bizim hicab taxan bütün qızlarımız, az yaşlı qızlarımız və yaxud da ki, həddliğə çatan ondan yuxarı hamısı vallahi sevərək edirlər. Namaz qılıb edirlər. Yəni, mən elə bir ailədə qız uşağı tanımıram ki, o namaz qılmaz, amma atası hicaba məcbur etsin. Hamısı hicab taxaraq namaz qılır. İndi orada bir-iki istisna tapa bilərsin. İstisna həmişə hər yerdə var, hər şeydə istisna var. Lakin yəni, bunlar məsələnin kökünü dəyişmir də. Hamısı sevərək edir. Öz xoşları ilə edirlər, bəli, sən deyirsən, qızım taxmaqladır, bəli, ata düz deyirsən, mən müsəlmanam, taxır. Heç kəsi məcbur etməmişik. Zorla, ey qızım, bu başva tax, belə söhbət yoxdur. Bir də ki,
yenə təhsillə əlaqələndirirlər oxumaq. Vallahi o maneə deyil. Nə qədər hicablı qızlarımız var ki, qardaş sən gedib bax, məktəbdə ən yaxşı oxuyan qızlardan biridir. Olimpiadalarda ən yüksək dərəcə toplayan qızlardandır. Universitetə bax, qəbul imtahanlarına bir dənə sən bax, hər il göstər. Nə qədər hicablı qızlar var ki, yüksək bal toplayıblar. Təhsilə mane oldu? Yox. Ona görə deyirəm ki, başın üstəkinə fikir vermə, başın içindəkinə bax. O hicabın altındakına sən nəzər et. Gör onun başında nə var? Onun sən əxlaqına, ədəbinə, ərkanına bax, sən fokuslanmısan, hicab maneədir, hicab məcburiyyətdir. Məcburiyyət deyil. Gəl soruş qız uşaqlarımızdan hamısı sevərək edirlər. Çünki sevdirmişik. Necə ki, vətənpərvərliyi sevdirmişik, milləti sevdirmişik, hörmət eləməyi böyüklərə, kiçiklərə, təlim, tərbiyə, hər şey öyrətdiyimiz kimi, qardaşım, dinimizi də öyrətmişik və sevərək edirlər. Bəli, sevərək namaz qılır, sevərək oruç tuturlar və sevərək də şəriətin onlara lazım olan, yəni gücü çatan şeyləri edirlər. Zaten biz heç vaxt görərsən, bəzi uşaqlarımıza heç vaxt məzun eləməm ki, dur çıx namazını qıl və dur oruç tut. Nəyi bazar edir? Amma edir də öyrədirik ki, yavaş-yavaş böyüyəndə tənbəl olmasın, səhlənkar olmasın. Necə uşaq vaxtı sən təhsilinə fikir verməsən, bu böyüyəndə qardaş, bu ali savadlı bir insan olmayacaq. Niyə məcbur edirsən kursa qoyursan? Niyə qoyursan? Oxusun, öyrənsin. Niyə yükləmirsən bəzi elmlərdən? Uşaqlar baş bugün gedir, informatika öyrənir, gedir, kompüter öyrənir, proqramlar öyrənir. Niyə elirsən? Böyüyəndə savadlı, təhsilli bir mütəxəssis olsun hər hansı bir sahədə. Məcbur edib öyrənirsən, düzdürmü? Uşağın öhdəsindən buraxsa, uşaq öyrənməyəcək. Hansı uşaq oxumaq istəyir? Qardaş, hamısı oynamaq istəyir, əylənmək istəyir. Telefonu ver, səhərəcən telefonda olacaq. Elədir yoxsa? Niyə məcbur edib əlindən alırsan, niyə qadağan edirsən telefonu, oyunları? Çünki zərəri var, düzdür qardaş? Sənə kimsə deyə bilərmi, sən uşağın haqqına girmişsən, uşağı məhrum eləmişsən telefondan, oyunlardan, belə deyək. Heç kim onu sənə deyə bilməz. İxtiyar yoxdur, mənim ailəmdir, mənim evladım, mən özüm bilərəm. Bizə də qarışmayın da. O jurnalistlər geçsinlər, o qədər problem var ki, bu Azərbaycanda millətin içində. Onları həll eləsinlər, qardaş. Məktəblərdə olan özbaşınaqlar var, bəzi yerlərdə olan tərbiyəsizlik, əxlaqsızlıq, onları sən nəzər yetirir, qardaş. Ona fikir ver ki, nə? Yoxsa sən müsəlmanların övladlarına sən nə işin var? Sənin İslamla, müsəlmanlarla nə işin var? Yəni, qısa olaraq bunu bildirmək istədim.